Salam, bugün sizə 6-cı sinif təbiətdən KSQ 6-nın izahını verəcəm. Birinci sualla başlayaq. Azərbaycanda ən çox yağıntı hara düşür? A. Qobustan, B. Küraraz ovalığı, C. Qarabağ yaylası, D isə Talış dağlarının ətəkləri. Azərbaycanda ən çox yağıntı Talış dağlarının ətəklərinə düşür. Bir də olacaq D variantı. 2-yə baxaq. Günəşə ən yaxın və uzaq olan planetlər hansıdır? Günəşə ən yaxın olan planet Merkuridir. Ən uzaq olan planet isə Neptundur. 2-də olacaq B variantı. 3-cü suala baxaq. Havanın tərkibində hansı qazların miqdarı daha çoxdur? A. Oksigen və karbon, B. Azot və karbon, C. Oksigen və azot. Ən çox miqdarı olan qaz oksigen və azot qazıdır. 4-ə baxaq. Uyğunluğu müəyyən edin. Maye halda olan yanacaq, 2. Bərk halda olan yanacaq, 3 isə qaz halında olan yanacaq. Bizə yanacaqlar verilib. A variantında təbii qaz, B-də kömür, D-də isə neft verilmişdir. Birinciyə baxaq. Maye halda olan yanacaq. Maye halda olan yanacaq neftdir. Yəni 1-də olacaq D variantı. 2-yə baxaq. Bərk halda olan yanacaq. Bərk halda olan yanacaq isə kömürdür. 2-də olacaq B variantı. 3-ə baxaq. Qaz halında olan yanacaq. Qaz halında olan yanacaq isə təbii qazdır. Yəni 3-cü sualda olacaq A variantı. 5-ə baxaq. Düzgün olan ifadələri seçin. Fotosintez prosesi nəticəsində karbon qazı əmələ gəlir. Bu yanlışdır. Fotosintez prosesi nəticəsində bitki günəş işığının təsiri ilə qeyri-üzvü maddələr olan karbon qazı və sudan glikoza və oksigen yaradır. Yəni karbon qazını istifadə edir, oksigeni yaradır. Karbon qazını yaratmır. A variantı oldu, yanlış. B-yə baxaq. Heyvanlar bitkilərlə qidalandıqda karbon qazı qida zəncirinə daxil olur. Bu da yanlışdır. C-yə baxaq. İstixana qazlarına azot və oksigen daxildir. Bu da yanlış variantdır. Bizdən düzgün istəyir. Canlıların tənəffüs zamanı havaya karbon qazı buraxılır. Bəli, doğru variantdır. 5-də D variantı doğrudur. Y-yə baxaq. Yerin orta illik temperaturu getdikcə artır. Bu da doğrudur. 5-də doğru olan variantlar D və Y-dir. Eyni anda yandıran və eyni ölçüdə olan şamlardan hansı daha tez sönər? Bizə 4 ədəd qab verilib və ölçüləri bir-birindən fərqlidir. Deyir ki, qabların ölçüsü bir-birinə fərqlidir, şamın ölçüsü isə eynidir. Deyir ki, hansı daha tez sönər? Hansı daha tez sönər? Burada baxaq, ən kiçiyi hansıdır? 3. 3 daha tez sönəcək. Səbəb də nədir? Deyir, fikrinizi əsaslandırın. Yazacaqsınız ki, 3. Çünki kiçik olduğu üçün, ən kiçik olduğu üçün. Belə yazaq, ən kiçik qab olduğu üçün. 7-ci suala baxaq. Nə üçün planetlər Günəşdən, peklər isə planetlərdən uzaqlaşıb onları tərk edə bilmir? Demək, çünki Günəş planetlər isə pekləri cəzb edir. Səbəb necə oldu? Deməli, Günəş planetlər isə pekləri cəzb edir. Yazaq, Günəş planeti cəzb edir. Günəş planeti. Planet isə peki cəzb edir. Planet peki cəzb edir. 8-ci suala baxaq. Ayın bəddillənmiş ay fazasındakı görünüşü digər fazalardakı görünüşündən nə ilə fərqlənir? Ay Günəş tərəfindən tam işıqlanır və yerdən işıqlı dairə kimi müşahidə olunur. Deməli, necə oldu? Ay Günəş tərəfindən tam işıqlanır və yerdən işıqlı dairə kimi müşahidə olunur. 9. Nə üçün fosil yanacağın tərkibində karbon qazı var? Nəyə görə? Çünki fosil yanacaq məhv olmuş bitki və heyvanların qalıqlarından hazırlanır. Deyəcək səbəb, belə yazaq səbəb, məhv olmuş bitki və heyvan qalıqlarından hazırlanır. Məhv olmuş bitki və heyvan qalıqlarından hazırlanır. Bitki və heyvan qalıqlarından hazırlanır. Heyvan qalıqlarından hazırlanır. Ona baxaq, yanğını söndürmək üçün hansı üsullardan istifadə olunur? Yanğını söndürmək üçün biz yanğın söndürmə balonlarından istifadə edirik. Bir də yanğın örtüyü çəkmək lazımdır. Yanğın söndürmə balonu, bir də yanğın örtüyü çəkmək lazımdır. Yanğın örtüyü çəkmək lazımdır. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Sağ olun.